Salam əziz izləyicilər, hər birinizi xoş gördük. MİQ və sertifikasiya hazırlaşanlar üçün sınaqlar qrupumuzda paylaşdığımız suallardan birinin izahını sizə təqdim etmək istəyirəm. Sualımız görürsünüz. Bu sualı əvvəlcə paylaşmışdıq zaten. Sualın şərhini oxuyaq. Qarşısında rəqəm yazılmış hansı cümlə mətndən çıxarılsa, obrazların Venn diaqramında müqayisə imkanı aradan qalxar. Yəni bildiyimiz kimi, bəli, Venn diaqramı əsasən müqayisə şəklində təqdim olunur. Yəni iki, belə deyək ki, məfhum götürülür, onlar bir-birinə qarşılaşdırılır. Adların altındakı xanalara, belə deyək, hər ikisinə aid xüsusiyyət yazılır, bura isə ortaya isə ortaq xüsusiyyət yazılır. Yəni bunu mətndən biz müəyyənləşdirə bilirik. İndi bizdə isə fərqli situasiya soruşur burada. Hansı cümləni çıxarsaq, artıq biz bu belə seçdiyimiz obrazları müqayisə edə bilməyəcəyik. Gəlin əvvəlcə mətni oxuyaq. Deyirlər ki, hər bir erkək komasının mühafisidir. Hökmdar isə təkcə öz komasının yox, bütün məmləkətin mühafisidir. Yadımdadır, Atabəy Əzəm də deyərdi, hakimin ilkin borcu və məramı öz rəyyətinin haqq, ədalət və sakitlik içərisində yaşamasını təmin etmək olmalıdır. Təəssüf ki, hər hakim buna nail ola bilmir. Bu birinci şəxsin dediklərinin ikinci şəxs. Dediklərinizə nail olmaq o qədər də asan iş deyil. Hakim bütün rəyyəti razı sala bilməz. Yunan padşahı İskəndər də bunu istəsəydi, nail ola bilməzdi. İnanın hökmdar. Bax, burada deyir ki, vəzifəcə üstün şəxs, vəzifəcə aşağı şəxs. Biz nəyə görə birinci şəxsi vəzifəcə üstün hesab edirik? Baxın, ikinci şəxsin sonuncu, yəni cümləsindəki sonuncu sözə fikir verin. İnanın hökmdar. Deməli, bu qarşısındakı şəxs kimdir? Bu birinci şəxs hökmdardır. Düzdür, yəni bu hökmdar olduğu üçün bəli, vəzifəcə üstün şəxsdir. İkinci də vəzifəcə aşağı şəxsdir. İndi deyir ki, qarşısına rəqəm yazılmış hansı cümlə mətndən çıxarsa, obrazların Venn diaqramında müqayisə imkanı aradan qalxar. Bu hökmdar sözü, yəni bu cümlə buradan çıxsa, biz bilmərik bunların hansı vəzifəcə üstündür. Düzdürmü? Yəni, burada mən bu hökmdara görə bilirəm ki, qarşımdakı söhbət edən hökmdardır. Yəni, müsahibin biri hökmdardır. Amma 5-ci cümlə olmasa, biz bunu bilmərik. Məhz sualın şərtini ödəyən cümlə 5-ci cümlədir ki, 5-ci cümlə mətndən çıxarılsa, obrazların Venn diaqramında müqayisə imkanı aradan qalxar. Cavabımız olacaq C variantı. Bəli, əziz izləyicilər, siz də belə maraqlı sual tipləri işləmək istəyirsinizsə, sual qruplarımıza, yəni mətn sınaq qruplarımıza qoşula bilərsiniz. Məlumat almaq üçün nömrəni bura qeyd edeyim. 077 271 22 71 nömrəsinə yazıb maraqlana bilərsiniz.